Həyatın mənası varmı və onu araşdırmaq nə qədər məntiqlidir? Həyatın mənasını və ya qayəsini axtarmaq təbiidir və insanı digər canlılardan ayıran xüsusiyyətdir. Həyatın qayəsi nədir? Mən niyə bu dünyadayam sualı tarixən fəlsəfənin də ana mövzusu olmuşdur. Bu sual əslində bir rəhmətdir. Çünki düzgün məntiqi ardıcılığı izlədikdə insanı Allaha götürür. Bu suala cavab tapmadıqda isə əzabdır, ağrıdır, acıdır, insana yükdür. Sokrata görə sorğulanmamış həyatı yaşamaq dəyərsizdir. Həqiqətən də bu qədər ağrı acılı həyatdan sonra hər şey sıfırlanacaq və belə də qalacaqsa, həyatın heç bir mənası yoxdur. Yaşamaq və yaşamamaq eyni dərəcəli məsələdir. Hegel deyirdi, həqiqəti araşdırmaq və bilmək insanın ən təbii ehtiyacıdır. Uşaq belə ətrafındakı hər şey haqqında soruşduğu halda, Richard Dawkins kimi bəzi ateistlər ağıllı varlıq olan insanın nə üçün varam sualını soruşmağını yersiz görür. Bəziləri insanın içində belə suallar yananda özünü dərhal nə isə bir işlə məşğul etməyi tövsiyə edir. Məşhur Amerikalı kino rejissor Woody Allen müsahibələrin birində etiraf edir ki, aktyor üçün ən çətin vəzifə həyatın mənası olmadığı halda tamaşaçıya həyatın bir mənasının olduğunu, yaşamağa dəyər hissini aşılamaqdır. Bunun üçün isə onu aldatmaq lazımdır. Çünki həqiqətdə həyatın mənası yoxdur. Onu mən niyə varam həqiqətinin acısı ilə baş-başa buraxmamaq üçün filmlərlə məşğul etmək ən gözəl vasitədir deyir. Milyonlarla kilometr uzaqlıqda olan Marsı öyrənməyə qadir insanın ən yaxınında olan öz varlığının həqiqətini soruşmasın deyə məşğul etmək həqiqətən də xəyanətdir. Mühazirələrin birində kainatın bir təsadüf nəticəsi olduğunu, insanın var olmasında heç bir səbəbinin olmadığını qeyd edən Lawrence Krauss, insanın ruhdan düşməməsi üçün keçici anının həzzini yaşamağı tövsiyə edir. Yəni, hər kəs bu həyatdan həzz ala biləcək bir məna tapsın deyir. Bizə görə isə qayəsizliyə iman etmək, təsadüf nəticəsində şuursuz atomların məqsədli bir şəkildə bir araya gəlib ağıllı insanı, sistemli olan kainatı yaratdığını iddia etməkdir. Həqiqət isə budur ki, heç bir şey təsadüfi deyil. Həyatın qayəsi var və bu zəruridir. Əksi isə mümkünsüzdür. Qayəsiz, mənası bilinməyən həyat dəyərsizdir və eyni zamanda təhlükəlidir. Qayəsiz dünya görüşü əxlaqi normaları əsaslandırmaqda ciddi çətinlik çəkdiyinə görə cinayətlərə qapı aralayır. Qayəsizlik yaxşı ilə pisi eyniləşdirən, əxlaqi dəyərləri nisbiləşdirən amildir. Yaradan Allah tərəfindən insana həyat, onu tanımaq üçün, onun təyin etdiyi yaxşı və pis normalara görə həyat sürüb, bu dünyada imtahan olunub, axirətdə də onun ədalət sifətinin təcəllisi olaraq cənnət və ya cəhənnəmi qazanmaq üçün verilib. Hər bir halda qayə ilə yaşamaq insana yaşamaq gücü verir. Onu çətinliklər qarşısında mübarizədir.